Çevrənin uzunluğu. Çevrənin uzunluğunun onun diametrə nisbəti bütün çevrələr üçün sabit olub eyni bir ədədə bərabərdir. Həmin ədədi Yunan əlifbasının pi hərfi ilə işarə olunur. Yəni pi bərabərdir çevrənin uzunluğu bölünsün həmin çevrənin diametrinə. Yəni bu bütün çevrələr üçün sabit qalır. Pi-nin də təqribi qiyməti bax burada qeyd olunub. 3 tam ən çox, yəni pi-nin təqribi qiymətini biz 3 tam %14 götürürük. Yəni pi sonsuz bir ədəddir. Burada da müəyyən qədər rəqəmlərin pi-nin yəni vergüldən sonraki rəqəmləri göstərilmişdir. Amma biz pi-nin qiymətini hesablamalarda təqribən 3 tam %14 kimi istifadə edəcəyik. Deməli, biz həmin bax bu nisbətdə pi bölünsün 1 yazaraq bərabərdir uzunluğu bölünsün diametr. Çarpaz vuraraq buradan S bərabərdir pi D. Deməli, çevrənin uzunluğu onun diametri ilə pi ədədinin hasilinə bərabərdir. Və bilirik ki, diametr 2 dənə radiusa bərabərdir. Ona görə biz uzunluq düsturunda C bərabər pi D düsturunda D-nin yerinə 2R yazaraq 2 pi R şəklində də yaza bilərik çevrənin uzunluğunu. Gəlin çalışmalarına baxaq. Bir nömrəli çalışmamızın A bəndində burada görürük ki, bax bu radiusdur. Radiusdan onda S bərabərdir 2 pi R. O da bərabərdir 2. Pi-ni də 3 tam %14 götürürük təqribən. 3 tam %14. Radius da 2'dir. O da bərabərdir. Yəni 4 vurulsun 3 tam %14. 12 tam %56. Təqribən oldu 12 tam %56. Bu A bəndi. B bəndində diametr verildiyinə görə pi D düsturu ilə hesablayırıq. 6 vurulsun 3 tam %14. 18 tam %84. C bəndində radius olduğuna görə 2 pi R düsturu ilə 2 vurulsun 3 tam %14 vurulsun 12. Bu da eləyir 75 tam %36. D bəndində yenə görürsüz diametrdir. Yəni bütöv olanda bu diametrdir. Yarısı olanda isə radiusdur. Burada da diametrdir. Ona görə Z bərabərdir pi D. O da bərabərdir 3 tam %14 vurulsun 7. 21 tam %98. Y bəndində yenə radiusdur. Yarım olduğuna görə radiusdur. S bərabərdir 2 pi R. O da bərabərdir 2. 3 tam %14. Radius da 2 tam onda 3 olduğuna görə bunu hesablayırıq. Da 14 tam 1444. Yəni bunlarda hamısında təqribi bərabər qoyuruq. Çünki biz pi-nin qiymətini təqribən götürmüşük. Təqribən 3 tam %14-ə bərabər kimi. Ona görə biz cavablarımızı da təqribi alırıq. 2 nömrə. Hər çevrənin uzunluğu altında yazılıb. Çevrənin radiusu və ya diametrini tapın. Bax, sual qoyubsa bizə bu görürük ki, radiusu. Deməli, radiusu tapmalıyıq. Demək, çevrənin uzunluq düsturu 2 pi R-ə bərabər edir. S-nin yerinə 4 pi qoyuruq. 2 pi R. Buradan R bərabərdir 4 pi bölünsün 2 piyə. Bu da qaldı 2. B bəndində isə görürük bütövüdür, diametrdir. Ona görə S bərabərdir pi D düsturunu yazırıq. Yəni 5 pi bərabərdir pi D-yə. Buradan da D bərabərdir 5 pi bölünsün pi olur. Bu da 5'ə bərabər olacaq. C bəndində yenə radiusdur. Ona görə 2 pi R düsturunu yazırıq.
Yəni 12 pi bərabərdir 2 pi r-ə. R də bərabərdir 12 pi bölünsün 2 pi-yə. O da bərabərdir 6. D-də yenə diametrdir. Sual diametr, ona görə C bərabərdir pi D. Onda 7 pi bərabərdir pi D-yə. Buradan da D bərabərdir 7 pi bölünsün pi, yəni 7-yə. Y bəndində yenə radiusdur, yarımdır. C bərabərdir 2 pi r. Yəni 0,5 pi bərabərdir 2 pi r-ə. R də bərabərdir 0,5 pi bölünsün 2 pi-yə. Pi'lər də getdi 0,25. Suallara cavab verin. Cavabı %1'lərə qədər yuvarlaqlaşdırın. Pi ədədi ilə bağlı isə kalkulyatorda yerinə yetirmək olar. Bunun üçün pi düyməsindən istifadə edilir. Deməli, burada indi 3-cü çalışmada radius 7 sm olan A bəndində. Deməli, yazırıq R bərabərdir 7, çevrənin uzunluğu C bərabərdir 2 pi r. 2 vurulsun. Burada yenə təqribi bərabər olacaq. 3,14 belə götürək onda. Çünki cavabı %1'lərə qədər yuvarlaqlaşdır deyir. Vurulsun 7. Yəni burada kalkulyatordan istifadə etdir. Biz bu şəkildə də vura bilərik. Bərabər olur 43,981. %1 deyir. Onda 1 %1. Yəni bura qədər yuvarlaqlaşdırsa, bu da olacaq 43,98. B bəndində isə diametri 30 olan çevrənin uzunluğu. Deməli, pi D düsturunda 3,14 vurulsun 15, D-si də 30 bərabərdir 94 yəni burada da təqribi bərabər yazaq. 94,245, onda bir %1'i bura, onda olacaq 94,25. C bəndində uzunluğu 44 metr olan, deməli, radiusu istəyir 2 pi r düsturunda. 44 bərabərdir 2 vurulsun 3,4 15 vurulsun radius. Buradan da radius bərabərdir 44 bölünsün 2'ni vururuq 3 bu da eləyəcək 6,283. 44'ü də bölürük 6,283'ə. Bu da 7 tam. Yəni bu qiymətlərimiz də təqrib olur. 7,3. Onda 1 %1. %1'ə qədər də yuvarlaqlaşdırsaq elə 7 tam olacaq.